Yeşaya 44-cü fəsil. Rəbb yeganə Allahdır. İndi isə, ey qulum Yaqub nəsli, seçdiyim İsrail, qulaq as. Səni yaradan, ana bətnində quruluş verən, imdadına çatan Rəbb belə deyir. Qorxma, ey qulum Yaqub nəsli, ey seçdiyim Yeşurun, susamış torpağı sulayacağam, quru torpağa sellər axıdacağam, övladlarına ruhumu ehsan eləyəcəyəm, nəslinə xeyir duamı verəcəyəm. Onlar otlar arasında, axar sular kənarında, söyüd ağacları kimi boy atacaq. Biri mən Rəbbinəm deyəcək, o birisi Yaqubun adı ilə çağrılacaq. Digəri də əlinə Rəbbin quluyam deyə yazacaq. İsrailin adını üzərinə götürəcək. Rəbb İsrailin padşahı, satın alanı, ordular Rəbbi belə deyir. Mən birinciyəm. Mən sonuncuyam. Məndən başqa Allah yoxdur. Mənə bənzəyən varmı? Xəbər versin. Qədim xalqımı yaratdığımdan bəri olub keçənləri, bundan sonra olduqlarını danışıb nəql eləsin. Bəli, gələcək hadisələri bildirin. Qorxmayın, dəhşətə gəlməyin. Mən sizə əzəldən bəri bunu söyləyib danışmadım mı? Siz mənim şahidlərimsiniz. Məndən başqa Allah varmı? Başqa qaya yoxdur. O birilərini tanımıram. Bütlərə səcdə eləyənlər xəcalət çəkəcək. Bütləri düzəldən adamlar puşdur. Zövq aldıqları əşyalardan heç bir xeyir yoxdur. Bütlərə qulluq eləyənlər heç bir şey görmür, heç bir şey bilmir. Onlar axırda xəcalət içində olacaq. Kim istəyər fayda verməyən Allah düzəltsin, tökmə büt yaratsın. Budur, bunları düzəldənlərin hamısı xəcalət içində olacaq. Ustalarsa özləri də insandır. Qoy onların hamısı toplaşıb məhkəmədə dursun, dəhşətə düşüb birlikdə xəcalət çəksin. Dəmirçi alətini götürüb kömürün odunda işləyir, çəkiclə dəmirə ölçü verir. Güclü əli ilə üstündə çalışır. Onda ac qalır, taqətdən düşür, susuz qalıb üzülür. Dülgər iplə ölçür, ağacı təbaşirlə nişanlayır, rəndəliyir, istənilən şəklə salır, pərgarla dairə çəkir, insan surəti verir, insan gözəlliyinə bənzər düzəldərək evinə qoymaq üçün bir büt yaradır. İnsan özü üçün sidr ağacları kəsir, şam ağacını, palıd ağacını seçir. Meşədə özü üçün bir ağac götürür, küknar ağacı əkir və yağış onu böyüdür. Sonra ağac oduna işlənir. İnsan gətirdiyi odunla həm isinir, həm sobanı yandırır, çörək bişirir. Həm də özünə bir Allah düzəldir. Düzəltdiyi bütün qarşısında səcdə eləyir, yerə sərilir. Odunun bir hissəsini yandırır, alovunda ət qızardır, qarnını doyuraraq isinib deyir. Ah, isindim, odun istisini hiss elədim. Ağacın qalığından özünə Allah bir oyuma büt düzəldib, qarşısında yerə sərilir, səcdə eləyir. Bu bütə dua eləyib yalvarır. Məni xilas elə, çünki sənsən mənim Allahım. Onlar bilmir, dərk eləmir. Çünki gözləri də, zehinləri də elə bağlıdır ki, görməzlər, anlamazlar. Buna fikir vermirlər, bilmirlər, dərk eləmirlər ki, belə desinlər. Odunun bir hissəsini yandırdım, közündə də çörək bişirdim, ət qızartdım, yedim. Qalığından bir murdar şey düzəldimmi? Bir parça taxtanın qarşısında yerə sərilimmi? Bu kül yemək kimi boş işdir. Aldanmış ürəkləri onları yoldan azdırır. Canlarını qutara bilmir və sağ əlimdəki əşya aldadıcı deyilmi? Rəbb yaradan və xilaskardır. Ey Yaqub nəsli, dediyim sözləri xatırla. Çünki sən qulumsan, ey İsrail, mən səni yaratdım, sən mənim qulumsan, səni unutmaram, ey İsrail. Üsyankarlığını bulud kimi dağıtdım, günahlarını duman kimi sildim, mənə tərəf dön. Çünki mən səni satın aldım. Tərənnüm eləyin, ey göylər, çünki bunu eləyən Rəbdir. Çığırın, ey torpağın dərinlikləri, ey dağlar, ey meşə, ey meşədəki bütün ağaclar,
sevincdən haray çəkin. Çünki Rəbb Yaqub nəslini satın aldı. İsraildə izzətini aşkar elədi. Səni satın alan, ana bətnində quruluş verən Rəbb deyir, bütün şeyləri yaradan, göyləri təkcə yayan, tək başına yer üzünü sərən, yalançı peyğəmbərlərin möcüzələrini boşa çıxaran, falçıları ifşa eləyən, müdrikləri geri qaytaran, onların biliyini heçə çevirən, qulunun sözlərini icra eləyən, elçilərinin sözlərini gerçək eləyən, Yerusəlim üçün burada sakinləri təzədən məskunlaşacaq, Yahuda şəhərlərinə bunlar yenidən qurulacaq, xarabalıqları yenidən bərpa eləyəcəyəm deyən Rəbb, mənəm. Dərin sulara quru, mən çaylarını qurudacağam söyləyən Kir haqqında o çobanımdır. Xoşuma gələnlərin hamısını həyata keçirəcək. Yerusəlim haqqında yenidən qurulacaq, məbəd haqqında təməlin qoyulacaq deyən Rəbb, mənəm.